Mevla buyurup ellere, ezber olup adı düşüp dillere. Dilde yorulmaz dese 100.000 kere, ya Ali Mevla, Ali Mevla, Ali. Hak ol Mevla buyurup ellere, ezber olup adı düşüp dillere. Dilde yorulmaz dese 100.000 kere, ya Ali Mevla, Ali Mevla, Ali. Dilde yorulmaz dese 100.000 kere, ya Ali Mevla, Ali Mevla, Ali. 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 İsmi Ali Hakk'a giden rahidir, Fehri Nebi Şiilerin şahidi. İsmi Ali Hakk'a giden rahidir, Fehri Nebi Şiilerin şahidir. Şanini vesfeyleyen Allah idir, ya Ali Mevla, Ali Mevla, Ali. 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 Tanınır mürtezebü Heyderim, şiiri Hudam fetheleyen Heyderim. Şiilerin serveri hem rehberi, ya Ali Mevla, Ali Mevla, Ali. Kim tanımır mürtezebü Heyderim, şiiri Hudam fetheleyen Heyderi. Şiilerin serveri hem rehberi, ya Ali Mevla, Ali Mevla, Ali. Şiilerin serveri hem rehberi, ya Ali Mevla, Ali Mevla, Ali. 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 İncidir ya Ali yer küresi, dünyanın her gitesi yer, herkes Mevla'yım. Dünyanın her gitmesi her herkesin, bir ucalı sesleyin ol kesin, ya Ali Mevla, Ali Mevla, Ali. Onunla gerdiş eder efti semavat zemin, ay balam. Ger Ali olmasa ya bir kimse Müslüman olmaz. Bir kimse Müslüman olmaz ya. Ya Ali Mevla, Ali Mevla, Ali. 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 Ya Ali Mevla, Ali Mevla, Ali.
Bağışlayan ve mehriban Allah'ın adıyla. Allah'ın selamı olsun halkımıza. Allah'ın selamı olsun mümin ve müminlere. Allah'ın selamı olsun oruç əhlinə, ibadət əhlinə. Hər vaxtınız xeyir olsun değerli izleyicilerimiz. İş TV bir ay, bir ömür verilişi yine de evlerinizin konağıdır. Değerli izleyicilerimiz, her gün olduğu kimi bugün de bizim çok değerli konaklarımız var. Amma qonaqlarımı təqdim etməzdən əvvəl Allah'tan sizlərə uzun ömür, can sağlığı, həyatınızda müvəffəqiyyətlər arz edirəm. Qoy bu mübarək ayının sonuna qədər qəlbinizdə olan nə xoş hacətləriniz var, Allah hacətlərinizi bərabərdə və xeyr eləsin. Hər il mübarək Ramazan ayında oruç tutmaq sizlərə nəsib olsun. Hərgah ola bilər ki, bizi izləyənlərdən kiminsə səhhətində bir ağrısı var, acısı var. Allah onlara tezliğine şifayı acil nayet eləsin ve bu güzel ayın bereketinden Allah onları uzak eləməsin. Yeri gelmişken Allah xalqımızı, millətimizi, devlətimizi, əskər balalarımızı, sabitlərimizi korusun. Bu ay rəhmət ayıdır, bərəkət ayıdır, məğfirət ayıdır. Bu ayın şəfaəti, ruhları qarşısında borcu olduğumuz Allah şəhidlərin ruhuna bu ayın savabından əta eləsin. Amin. Allah təbarək və Teala qazilərimizə şifayı acil nayət eləsin. Değerli izləyicilərimiz, indi istəyirəm değerli qonaqlarımı sizə təqdim edəm. Azərbaycanımızın gənc olmasına baxmayaraq, ilahiyyatçısı, değerli dost, değerli qardaş, bugünkü verişimizin qonağı Seyyid Rəşad qardaşımdır. Seyyid, xoş gəlmişsin. Xoş gördük hacı. Mən də sizi və bu layihədə əziyyəti keçən hər kəsi salamlayıram. Sizi və xalqımızı Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm. Allah tutulan orucları, qılınan namazları qəbul eləsin. Allah razı olsun, teşekkür ederim. Hoş gelmişsiniz, sefa getirmişsiniz, davetinizi kabul etmişsiniz. Allah öz ziyafət süfrəsindən sizləri bir nəsib etsin. Daha bir değerli qonağım mənim əziz qardaşım. Doğrudan da onun ədəbi, onun dostluğu, onun qardaşlığı, onun gözəl ifası Hacı Mehdi Dərbəndini həmişə heyrandır. Odur ki, mənim çox değerli qardaşım, əziz qardaşım Cəlal Cəfəri. Cəlal, xoş gəlmişsən mənim qardaşım. Salamlayıram mən də sizi, dəyərli izləyiciləri. Çox gözəl bir verilişdir həqiqətən də. Çox sağ olun dəvət üçün. Sizlər bu işlərdə həmişə gözəl işlər görmüsünüz. Allah sizlər var etsin. Mən xalqımızı, bütün millətimizi salamlayıram və bu ayda gözəl günlər arzulayıram. Allahdan istəyirəm. Allah bizi dünya və axirət özündən, əhl-i beytindən ayrı salmasın. İlahi amin, ilahi amin. Allah sizdəki məddahları da inşallah və sizdən sonra gələn məddahlarımızı Allah bu yolda sabit qədəm eləsin. Təşəkkür Üz ağlığı gətirsin. Biz doğrudan da sizlərlə fəxr edirik. Sağ olun. Seyidcan, mübarək Ramazan ayı. Doğrudan da Allah Təbarək və Teala özü buyurur ki, siz mənim süfrəmin qonaqsınız. Bax, bu Ramazan ayı bizlərə nəyə öyrədir, nəyə aşılayır, nəyə öyrətməyi istəyir. Bax, bu arada biraz danışalım inşallah. Çox gözəl sual ünvanladınız hacı. Ramazan ayı yalnızca aclıq və susuzluq ayı deyil. Bu ay tövbə, islah olma, mərhəmət və bağışlanma ayıdır. Ümumiyyətlə Ramazan ayı Allahın bizlərə bəxş elədiyi bir məktəbdir ki, bu məktəbdə biz təqvanı, səbri və mərhəmət hissini öyrənirik. Ramazan ayının əsas mahiyyəti təqvadır, yəni Allah qorxusu ilə, Allah şuuru ilə yaşamaqdır. Və bu ayda bir ay boyunca biz yalnızca ac qalmağı öyrənmirik. Bu ayın bir dənə dərinliyinə baxsaq, bu ay bütünlüklə insanın həqiqi yaşam tərzini öyrədir. İnsani keyfiyyətləri öyrədir insana. Birinci növbədə bu ay bizlərə səbri öyrədir. Allah Quran-ı Kərimdə səbir haqqında bir çox ayə nazil edib ki, misal üçün buyurur, İnnallaha ma'as-sabirun. Allah səbr edənlərlədir. Başqa bir ayədə deyir ki, Vallahu yuhibbus-sabirin. Allah səbr eləyənləri sevir. Ayələrə nəzər saldıqda görürük ki, Allah səbr edən insanlara daha yaxın olur. Səbr edən insanlara xüsusi bir məhəbbət var və Ramazan ayı bizə ilk öncə səbri öyrədir. Çünki bir ay boyunca insan oruç tutduğu halda yeməkdən, sudan və nəfsani istəklərindən uzaq qalır və bununla səbr etməyi bacarır. Özünlə bir mücadilə aparır, səbri öyrənir. Çünki ac qaldıqda insan buyurulur ki, bu ayda gərək əsəbləşməsin, davranış qaydalarına diqqət eləsin. Səbrini cilovlaya bilsin. Bəli, insanları
pis davranmasın, mehriban olsun, mülayim olsun. Çünki həqiqi orucun əlamətləri elə bunlardır. Və səbir müminin həqiqi silahıdır. Bu ayda səbri öyrənən insan elə bir həddə çatır ki, Allah onu bütün çətinliklərin qarşısında möhkəm durmağa kömək edir. İkinci növbədə Ramazan ayı bizə mərhəmət və paylaşmağı öyrədir. Mərhəmət olmayan qəlb Ramazandan dərs almayan qəlbdir. Çünki bu ayda insan azlığı hiss etdikcə kasıbları anlayır və iftar süfrəsində bolluğu görəndə başa düşür ki, bu süfrədən hər kəsdə olmaya bilir. Bəzi insanlar var ki, onlarda bu süfrədən yoxdur. Ona görə də təsadüfi deyil ki, Allah bu ayda bizlərə sədəqəni artırmağı, zəkatı, fitrəni çoxaltmağı tövsiyə edib ki, əl tutmağı bacaraq, yardımlaşmağı bilək, fədakarlığı bacaraq. Üçüncü növbədə isə Ramazan ayı bizə nəfsimizi tərbiyə eləməyi öyrədir. Çünki insanın bütün bədən üzvü oruc olur. Bu ayda insan gərək öz nəfsini tərbiyələndirsin. Bir dənə ariflərin həyatına baxanda görürük ki, kim ki nəfsinə qul olursa gəlir zəlalətə çatır. Və yüksək məqama çatmaq istəyən insanlar nəfsini tərbiyələndirir. Ramazan ayda nəfsi tərbiyələndirmək üçün ən gözəl vasitədir. Gərək bu ayda insanın dili haramdan uzaq olsun, gözü harama baxmasın, qulağı qeybət eşitməsin. Ona görə də insanın gərək bütün bədən əzaları oruc halında olsun. Nəfsini tərbiyə edən insan Allahın bütün iradəsinə, bütün hökmünə başlayan insanlar olur. Dördüncü növbədə Ramazan ayı bizə Qurana yaxınlaşmağı öyrədir. Çünki Ramazan Quran ayıdır və Quran Ramazan ayında nazil olub. Bu ayda Quran oxumaq, ona anlamaq, onu öz üstündə tətbiq eləmək ən böyük qazancdır. Hətta ruhanilərdən birinin üzr istəyirəm, bir neçə verilmiş bundan qabaq bir cümlə eşitdim onlardan. Deyir, hətta adi aylarda oxuduğumuz Qur'anın savabı ilə mübarək Ramazan ayında oxuduğumuz Qur'anın savabında belə fərq var. Bəli. Bir ayə belə oxusa, görəsən ki, onun nə qədər Allah təbarək. Bəli, hədisdə var ki, kim bu ayda Quran-ı Kərimdən bir ayə tilavət eləyərsə, digər aylarda Quranı xətm eləmişə, 70 dəfə xətm eləmişə bərabərdir. Bu qədər böyük savabı var. Bir insan bu ayda ac qalar, amma Quranla yaşamırsa, o insan Ramazan ayının hikmətini dərk eləməyibdir. Və bunu da qeyd edək ki, dəyərlilərimiz ki, bu ayın Ramazan ayının xüsusən də mötəbər günləri var ki, mübarək Qədir gecələri qarşıdan gəlir. İmam Həsən əleyhissalamın mövludu var və xanım Xədicə salamullahi əleyhanın vəfat günləri var. İnşallah ki, Allah Taala o günlərə xatir və bu ayın bərəkətinə xatir Allah Taala cəmi oruc və namazları qəbul etsin. Seyid, mən bir şeyi vurğulamaq istəyirəm, bilmirəm, səhv deyərəm ya düz deyərəm. Səhvəmsə inşallah məni islah eləyər, düzəldərsən. Ki, Allah təbarək və Taala bütün bəndələrini sevir. Yəni Allah bəndələri arasında fərq qoymur. Amma tövbəkar bəndələrini daha çox sevir. Mən həmişə bunu belə fikirləşirəm ki, bax, mübarək Ramazan ayında, mübarək Ramazan ayının hər gecəsi bir tövbədir. Yəni, hətta nəyə vurğu gətirmək istəyirəm ki, bugün cəmiyyətimizdə cavanlar baxırsın, görürsən, namaz qılmır. Amma günləri sarı ki, mübarək Ramazan ayı gəlsin. Ramazan ayına məhəbbətləri çoxdur. Bu, hamısı Allah Taala inşallah bu insanın qəlbinə salır da bu şeyləri. Mən bir daha sizə dərin təşəkkürümü bildirirəm. Amma qayıdacağıq. Sizin söhbətlərimizdən doymuruq. Çünki mənim verilişimdə daha əziz qonağım, bayaq qeyd etdim ki, Cəlal qardaşım buradadır. Cəlal, bugün bizim verilişə hansı mahnıları, mahnını birinci nə oxuyacaqsınız? Allah versin, Seyidə təşəkkür edirik. Həqiqətən də həm əzizimizdir. Gözəl nöqtələrə toxundu. Elə rəhmət ayında Allahın rəhmətindən və bir günahkar bir bəndən peşman olub Allahın qapısına gəlməyinə belə bir ifadır. Yəni, üzr istəyirəm sizdən böyük indi başqa ustad məddahlar qulaq assa 3 dildədir. Yəni Azərbaycan özüm yazmışam. Ərəbcəsində bir ərəb dostumuz yazmışlar, ingiliscəsində başqa bir adam. Gözəl bir işdir. 3 dildədir, Ramazan ayı haqqındadır. İnşallah ki, icazə versəz oxuyuram. Amma mən Cəlalın ifasına çıxmamışdan qabaq elə Cəlal nə gözəl bir nöqtəyə toxundun sən. Bunu qeyd etməyə özümə borc bilirəm ki, bugün məddahlarımız həqiqi mənada bir neçədir. Bax, rus dilində də oxuyurlar, ingilis dilində də oxuyurlar, fars dilində, ərəb dilində, fransız dilində. Yəni, bəzi insanlar var ki, buna irad kimi baxırlar. Yox, dəyərlərin, buna irad eləmək olmaz. Mən günlərin bir günü, bax, indi Ərbəyin ziyarətində hamımız olmuşuq da. Ərbəyin ziyarətində də artıq Ərbəyin bitmişdir. O, Beynül Hərəmeyində, Allah hər birimizə nəsib eləsin, sizlərə bir yerdə bahəm inşallah gedək. Həmən Beynül Hərəmeyində ziyarətdəydim. Gördüm bir fransız dilində Həzrət İmam Hüseyin Aleyhisselamı Roza deyib ağlayır. Mən ancaq mən fransız dilini bilmirəm. Onun ya Hüseyin, ya Əbəlfəz dediyini, onun o sözü mənə ağlar.
Odur ki, belə ifalara biganə olmayaq. Beləliklə Cəlal Cəfərin ifasında ürəyinə gəlirik. Buyurun. Allah razı olsun. Geldi Ramazan, seslendi azan. Affeyle bizi, sen ey yaradan. Rahman o Rahim Allah, ya Kerim Allah. Rahman o Rahim Allah, ya Halim Allah. Rahman o Rahim Allah, ya Azim Allah. Rahman o Rahim Allah, ya Kerim Allah. Sen beni affet, ben günahkaram. Sen bana rahmet, ben xətakaram. Bilirsən çoxdur günahım, vardı qəlbimdə bir ahım. Sen aləmdə pənahım. Günah ettim, çox utandım, indi qəflətdən oyandım. Səni sevdim, səni andım. Rahman o Rahim Allah, ya Kerim Allah. Rahman o Rahim Allah, ya Halim Allah. Rahman o Rahim Allah, ya Azim Allah. Rahman o Rahim Allah, ya Kerim Allah. So many colors, buying before you. Sisters and brothers, all grateful to you. Them are willing to read yourselves. The dark and sealed between the lies. Them are red round toward the light. Open my eyes so I can see the light of hope you sent to me. The rain that brings me back to life. Rahman o Rahim Allah, ya Kerim Allah. Rahman o Rahim Allah, ya Halim Allah. Rahman o Rahim Allah, ya Azim Allah. Rahman o Rahim Allah, ya Kerim Allah. أنت يا ربي غافر الذنوب. أنت يا ربي علم الغيوب. سيقب عين دمعتي، أنت تدركني بغربتي. هي بس حيا فرصتي، إني أستحي بفعلي. أما تحسى هذا حالي، أنت يا ربي وسالي. رحمن رحيم الله، يا كريم. رحمن رحيم الله، يا حليم الله. رحمن رحيم الله، يا عظيم الله. رحمن رحيم الله، يا كريم الله. Rahmet nefesi, sesler o kesi. İnsan pak olar, ehya gecesi. Saya gelmez eserim var, her bir işte nəzərim var. Kalbimizden haberim var. Etmerem bir de günahı, tutmuşam bu hali rahi. Beni affeyle ilahi. Çox sağ ol dəyərli qardaşım Cəlal Cəfəri. Allah səs və ömrünə, imanına bərəkət versin. Təşəkkürlər. Oradan çox xoş oldu. Beləliklə iş seviyyə baxırsınız. Bir ay, bir ömür. İnşallah adlı verilişimiz davam edir. Mən istəyirəm ağama Seyidinə daha bir sual ünvanlayayım. Ağacan, bax, Ramazan ayı, mübarək Ramazan ayı. Ramazan ayının ziyafəti, Allah sürəsinin qonağı olmaq. Bu barədə biraz danışaq. İnşallah. İlahi ziyafət dinimizdə tez-tez işlənən bir cümlədir. Xüsusən də bunu Ramazan ayında daha çox eşidirik. Ki, bəs ilahi ziyafət nədir? İlahi ziyafət deyəndə nə başa düşürük? Bəzən insanlar
belə başa düşür ki, ilahi ziyafət dedikdə hardasa oturub nəsə bir qida təamdır. Yox, təbii ki, ilahi ziyafətdə bir ruhun qidası var, bir də cismin qidası var. Bəli. Ziyafət sözü dəvət və süfrə deməkdir. Amma ilahi ziyafət isə Allahın bəndələrini öz mərhəmətinə, öz bağışlamağına və mənəvi rəhmətinə dəvət eləmək deməkdir. Yəni Allah bizi bu ayda özünə qonaq çağırır, öz rəhmət süfrəsinə qonaq çağırır. İlahi ziyafət dedikdə əsasən ruhun qidasını başa düşürük. Bəli. İlahi ziyafətin mənası budur ki, Ramazan ayı Allahın ən xeyirli ayıdır. Bu ayda Allah cəhənnəmin qapılarını bağlayıb cənnətin qapılarını açır. Duaları qəbul eləyir. Savabların sayını qat-qat artıq yazır, günahları bağışlayır. Hətta bu ayın gözəl bir xüsusiyyəti var ki, bayaq qeyd elədik ki, insan bu ayda Quran-ı Kərimdə bir ayə tilavət eləyərsə, digər aylarda 70 dəfə Quranı xətm eləməyə bərabərdir. Allah bu ayda o qədər rəhmətini nazil edir ki, hətta oruç tutan bir insana hədisdə buyurur ki, nəfəsi belə Allahın zikridir. Bu dərəcədə Allah ziyafətini açır insanlara. Bəs ziyafətin süfrəsi nədir? Ziyafətin süfrəsi budur ki, bir insan bir yerə gedər, bir qonaqlığa gedər, bir şənliyə gedər, orada bir stol açılar. Stolun üstündə təamlar olar. Burada da Allahın bir ziyafət süfrəsi var ki, rəhmət süfrəsidir. Orada da Allahın təamları var. Amma bunlar ruhun təamlarıdır. Və baxır ki, insan bu süfrədə necə bəhrələnəcək o təamlardan. Biri gedər qonaqlıqda bir yeməyi yeməzsə oradan az durub gedəcək. Ya da yeyəcəksə baxır nə cür və necə yeyəcək. Bu da elədir. Allahın ziyafət süfrəsində müxtəlif qidalar var ki, bunlardan biri tövbə və bağışlanmaqdır. Ki, bu ayın əsas xüsusiyyəti Allahın rəhmət qapılarının açılmaqdır. Ki, Allah buyurur ki, bu ayda mənə qalxan əlləri naümid qaytarmaram. Əli əleyhissalamın gözəl bir hədisi var ki, bir əl tövbə üçün qalxıbsa, artıq bağışlanmaq qapısı da açılıbdır. Ona görə də Allah deyir ki, bu ayda mənim rəhmətimdən heç kəs naümid olmasın. Və bu süfrədə başqa Allahın ruhani qidaları var ki, burada dua və ibadətdir, insanları bağışlamaqdır, insanlara yardım eləməkdir. Baxır, biz bu süfrədən necə götürəcəyik? İlahi ziyafət süfrəsi deyəndə bu nəzərdə tutulur ki, Allahın ibadətə verdiyi önəmdir. Təbii ki, bu ilahi ziyafət dediyimiz ibadətlər ki var, bunlar digər aylarda da var. Məhz niyə Ramazanda ilahi ziyafət deyilir? Çünki Ramazanda hər bir əməli qat-qat artığını Allah savabını yazır. Və baxaq ki, biz bu ziyafətdən necə bəhrələnirik? Ki, bu ayda da Allah bu ziyafətdən bəhrələnmək üçün bir gecə qərar verir. Xüsusi bir gecədir ki, Allah Quranda onun haqqında buyurur ki, İnna ənzəlnahu fi leylətil qədr. Deyir, həqiqətən biz Quranı Qədr gecəsi nazil elədik. Və mə ədrakə mə leylətil qədr. Deyir, ya Peyğəmbər, sən nə biləsən ki, nədir Qədr gecəsi? Biz oturub bir dənə düşünsək ki, Allah xatəmən nəbi, əşrəfil ənbiya Peyğəmbərə, o Peyğəmbər ki, deyir, Ənə mədinətun elmin və aliyyum babuha. Mən elmin şəhəriyəm, əli onun qapısıdır. Bir Peyğəmbər ki, elmin şəhəridir. Allah o Peyğəmbərə deyir ki, sən bu gecənin mahiyyətini bilmirsən. Gör, bu gecənin nə qədər fəziləti var. Ardıca deyir ki, Leylətul qədr xayrun min əlfi şəhr. Elə bir gecədir ki, 1000 aydan xeyirli, üstün və bərəkətli bir gecədir. Bu gecədə Allaha sığınmaq lazımdır. Ümumiyyətlə, Ramazan ayında insan gərək Allahla rabitəsini düzəltsin. İnsan gərək Allahla bağlılığını möhkəmləndirsin. Və Ramazan ayı bitəndə bir dənə insan baxsın öz qəlbinə ki, mən Ramazan ayında həmin əməlləri Ramazandan əvvəl ki eləyirdim, yenə də Ramazandan sonra onları eləyirəmsə, o ilahi ziyafət süfrəsindən heç bir pay aparmıyor. Amma baxsın öz qəlbinə ki, Ramazan ayında bitəndən sonra ondakı bir dəyişikliyi var. Onda başa düşəcək ki, Ramazan ayından böyük bir pay aparıbdır. Və bu Ramazandan böyük bir dərs alıbdır. Bilmirəm, Seyid, bu ayların nə kimi özəlliyi var ki, xüsusən il ərsimizdə olan mübarək Ramazan ayıdır, Hərrəm Səfər ayıdır, Əyyam günləridir. Bu ayların şəxsən məndə bu cür olur. Bilmirəm, bəlkə sizdə məndən də artıq olur ki, bu ayların sonuna gəlib çatanda insan çox heyfslənir. Həqiqi mənada heyfslənir. Bir ay Ramazan əlimizdən getdi. Çox həyif ki, səfərin axırına gəldik. Kaç elə 12 ay Mühərrəm olaydı.
Və əyyam günlər olanda, doğrudan əyyam günlərinin son 2 gündə, 3 gündə mən çox pərişan oldum. Bir də qaldı gələyində. Düzdür, mən açıq danışıram, o mənə aid olan deyil. Yəni, mən özüm üçün deyirəm ki, insan istəsə özü üçün hər gün aşura eləyər, hər gün Kərbəla. Yəni, bugün mən ona qadir deyiləm. Sadəcə də deyən, Məhərrəm ayını gözləyərik, Səfər ayını gözləyərik, Ramazan ayını gözləyərik. Ki, bu ayın ziyafətindən danışdıq, bu ayın bərəkətindən danışdıq. Seyyid, Allah sizdən razı olsun, Allah sizi var eləsin inşallah. Bu ayın o gözəl hədiyyəsini, Allah tərəfindən olan mükafatını gəlin əldən verməyək. Gəlin hamımız qəlbən, eşqən, ruhən Allah sürəsinin qonağı olaq. Və mən bir daha təşəkkür edirəm dəyərli Seyyidimizə, dəyərli qardaşım əzizimə, Kərbəlayıya ki, gözəl səsi ilə o bir daha bizləri feyzə getirəcək. Amma yetişliyib verilişimizin sonuna ki, dəyərlərim, sabah inşallah elə bu vaxta qədər sizlərlə sağollaşırıq. Cəlal Cəfəri bizə hansı ilahini oxuyacaq inşallah? Təşəkkürlər azı, var olun Seyidcan, Allah var eləsin sizləri gözəl söhbəti görəm. Belə deyim, bu tərs künc deyirlər, yəni çaşdırıcı ifalardır. Bəzən başqa bir xəyalları. İlahinin əvvəlində biraz fərqli fikirlər, sonunda mövzu gəlir İmam Mehdiyə çıxır. Bəzən qulaq asan elə bir ki, hansısa sevgi haqqında oğlanın ki, məsələ fikri, amma gözəl ifadə, inşallah ki, izləyicilər də bəyənər. Təzə ifadə, yəni yeni ifadə. Nə gözəl, nə gözəl. Belə deyək də ilk dəfə olaraq elə bizdə səslənir bu gözəl ifa. Mən təşəkkür edirəm Seyidcan. Çox sağ ol deyirəm. Cəlal Cəfərinin ifası ilə sizlərlə sağollaşırıq. Sağ olun, salamat qalın. Məni dərdin, məni eşqin biləsən nə halə saldı. Bu qədər gözləmək olmaz, gözlərim yolunda qaldı. Çəkirəm intizar əsrət, həsrətin səbrimi aldı. Dəyərli bircə canım var, sənə qurban edərəm ya. Oxuyurdum gecə gündüz, fərəc duası ürəkdə. Bir ümid var gələcəksən, danışırlar gələcəkdən. Dünyada yoxdur ədalət, daha mən düşmüşəm əldən. Mənə dünya evi sənsiz, qara zindana dönüb gəl. Nə olar tez gəl yarım, dön gəl yarım. 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 Dön gəl yarım. Hər cümə tezdən uyandım zuhurun əsrətilə. Ürəkdə təkcə qəmim var, bunu təkcə Allah bilər. Sənin eşqinlə bu sözlər gəlir bir ixtiyar dilə. Dilimdə bircə sözüm var, nə olar tez gəl ey yar. Sənə bənzər biri olmaz, nə qədər mötəbər olsa. Sənə qurbandı hər anım, gecə olsa, səhər olsa. Dedilər zuhr edəcəksən, 313 nəfər olsa. Neçə aşiq var ağam gəl, nə olar tez gəl ağam gəl. Nə olar tez gəl yarım, dön gəl yarım.